Sizi Salyandan, üzüm bağlarından salamlayıram. Gördüğünüz kimi Fərəzədə MMC-nin təsisçisi Əli bəy ilə birlikdə üzüm sahələrində, üzüm haqqında maraqlı məlumatları sizlərə ötürməyə çalışacağıq. Əli bəy, ümumiyyətlə Fərəzədə MMC şirkəti nə vaxt yaradılıb və neçə ildə artıq fəaliyyət göstərir? Bizim şirkətimiz Fərəzədə MMC olaraq 3 ildir yaradılıb. 3 ildir biz sırf üzüm, nar, gavalı, alça kimi meyvələrin istehsalına məşğuluq, becərilməsinə məşğuluq. Bu ildən artıq quru meyvə çeşidlərini də keçmişik. 3 ildir fəaliyyət göstərdik. Bildiyiniz kimi üzümün bütün sortları burada mövcuddur. Gəlin elə bu üzüm haqqında məlumat alaq. Hansı üzümün sortudur? Bu üzüm sortu Urmiya sortu olan kişmiş sortudur. Bu həm süfrəyə yararlı sortdur. Süfrə üzümü kimi istifadə olunur. Yaş şəkildə, həm də qurudulmuş üzüm kimi də, quru üzüm kimi də istifadə olunur. Bəs elə zərər vericilərə və xəstəliklərə qarşı necə mübarizə aparırsınız? Yenə də dediyim kimi zərər vericilərlə xəstəliklərə qarşı pestisidlərdən, insektisidlərdən istifadə edirik. Lakin müəyyən bağlarımız var ki, biz orada bakteriyalardan istifadə edib tam bioloji şəkildə becərmə aparırıq. Elə bildiyimiz kimi bizim tamaşaçılar da üzümün özü kimi də yarpağı da məşhurdur. Elə biz gəlin bu yarpaq haqqında biraz məlumat alaq. Yarpaq ümumiyyətlə hansı sorta məxsusdur, necə istifadə olunur, dərimi nə vaxtdan başlayır? Bu yarpaq sortu may ayının 1-dən biz yarpağın dəriminə başlayırıq. Bu yarpaq həm yaşıl şəkildə, bu şəkildə siz indi gördüyünüz sahələrdə dərim gedir. Bu şəkildə istifadə olunur, satılır. Həm də bunu biz konservləşdirilib 1 kiloluq bankalarda duzlu, duzsuz, sulu, susuz variantlarında da satışa təqdim edirik. Bu sort çox zərif olduğuna görə daha çox müştərilər tərəfindən qəbul edilir. Və son olaraq onu demək istəyirəm ki, Fərəzədə MMC şirkətinin gələcəklə bağlı hansı planları var? Gələcəkdə biz bu üzümlər çeşidlərini artırmaq istəyirik. Həmçinin alça, gavalı üzüm çeşidlərini artırıb xaricə də ixracı planlaşdırırıq. İnşallah ki, gələn ildən bu fəaliyyətə başlayacağıq. Bugün ayın üçüdür degilim nanay ay narinay. Bugün ayın üçüdür degilim nanay ay narinay. Girme bostan içidir yar girme bostan içidir. Girme bostan içidir yar girme bostan içidir. Dodakların ham şeker, dodakların ham şeker. Dilin badam içidir yar dilin badam içidir. Dilin badam içidir yar dilin badam içidir. Kız belin incedir ay ince. Əli bəy, ümumiyyətlə Salyanda gavalı yetişdirilməsi üçün iqlim və torpaq şəraiti necə olmalıdır? Gavalı üçün Salyanın bu Xələc kəndi münbit torpağı var. Bu imенно gavalıya, alçıya, üzümə yarayır. Biz də o məqsədlə burada ərazi salmışıq. Bu gavalılar quraqlığa da dözən sort olduğu üçün burada bir o qədər çətinlik çəkmirik. Hal-hazırda biz gavalının artırılmasını planlaşdırırıq. Həmin bu siz verdiyiniz suala görə ki, çox rahat yetişdirilən bir meyvə sortudur. Salyanda da bu kənddə də, Xələcdə də effekt verir. Bəs ümumiyyətlə gavalının dərilməsi üçün hansı vaxt uyğundur? Gavalın dərilməsi əsasən iyul ayının sonuna, bu sort gavalı iyul ayının sonunda biz bunu dəririk. Çünki tam yetişməlidir qurutma üçün. Kal şəkildə onu qurutmağa effekt vermir. Bizim amma ondan tez də çıxan sortlarımız var. Qarışıq sortlar var içində ki, müəyyən sahələrdə tez çıxır. Ondan bir ay, 20 gün öncə çıxa bilir. Bəs zərər vericilərə, elə də xəstəliklərə qarşı necə mübarizə aparırsınız? Xəstələrə qarşı müəyyən preparatlardır, insektisidlər, fungisidlərlə dərmanlayırıq. Elə ki, burada elə bir xəstəlik olan bölgə deyil. Əsasən ətrafında üzüm olduğu üçün bu bağların üzümə də hamımız bildiyimiz kimi üzümə diqqət, böyük önəm göstərilir dərmanlamada. Ona görə belə bir ciddi xəstəliklər olmur burada. Bəs bu gavalının hansı növüdür? Bu gavalının şablon növüdür. Bu gavalının sortunu biz İrandan gətirmişik. Həmin bu sort sırf gavalı
qurutmaya yarayan gavalıdır. Yəni meyvə kimi də satışa gedir, amma qurutmaya daha çox effekt verir. İstənilən vaxtda ağacda qala bilir. Yəni dərmini tam yetişənə qədər saxlamaq olur ağacda. Bu səfər isə növbəti bağımızdan, yəni alça bağından sizi salamlayıram. Əli bəy isə bizə alça haqqında ən son məlumatları verəcək. Ümumiyyətlə Əli bəy, bu alçanın hansı sortdur və nə üçün istifadə olunur? Bu alçanın xüsusi o qurudulmaya yarayan sortudur. İrandan gətirmişik bu ağacları. Bu yalnız qurutma üçün yarayır. Meyvə kimi də satmaq olur, amma qurutmaya daha çox təyinatı qurutma üçün olduğu üçün biz bu sortu gətirmişik. Bu ildə ən gözəl məhsuldar ilindəyik. Bu il ilk ilimizdir ki, bunu qurudub Azərbaycan bazarlarına yönləndirəcəyik. Ümumiyyətlə bu alçanın bu sortunu qurutma üçün istifadə edirsiniz, yoxsa turşu üçün də istifadə olunur? Bu alça həm meyvə kimi yarayır satışa, həm duza turşuya qoymaq, həm də ki qurudulmuş şəkildə turşu şəklində istifadə eləmək olur. Təyinatı bunun müxtəlifdir. Bu sort Azərbaycanda yalnız bizdədir. İrandan gətirmişik vaxtı ikən bu sortu. İndi də görürük ki, düz addım atmışıq bu sortu Azərbaycana gətirməklə.